Salam əziz soydaşlarım, uca millətim. Dəyərli dostlar, 26 iyun Azərbaycan ordusunun yarandığı gündür. 107 il bu gündən öncə Azərbaycanın vətənpərvər övladları, qurucu babalarımız Azərbaycan ordusunun yaranmasını təşəbbüs ediblər və Azərbaycan ordusunu yaradıblar. 1918-20-ci illərdə Azərbaycan xalqı əliyalın xarici düşmənlərimizə qarşı mübarizə aparıblar. Azərbaycanı müstəqil dövlət olaraq düşmənlərdən qoruyublar, ərazi bütövlüyünü canları, qanları bahasına var ediblər. Bildiyimiz kimi o gündən bu günə artıq 107 il ötür. Bu 107 ildə Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından, qanlarından keçən, şəhid olan şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə can sağlığı diləyirəm. Dəyərli dostlar, zaman-zaman Azərbaycanın daxili və xarici düşmənləri Azərbaycanı sarsıtmaq üçün onun ordusuna, onun dövlətçilik ənənəsinə zərbə vurmağa çalışıbdır. 2016-cı ildə Azərbaycan ordusunda terror aktı həyata keçirilibdir. Tərtər soyqırımı Azərbaycan ordusunun tarixinə qanla yazılmış bir gündür. Bu gündə Tərtərdə şəhid olan Azərbaycan hərbiçilərinə dövlət səviyyəsində layiq olduqları qiymət verilməyibdir. Tərtər cinayətini törədən cinayətkarlar, qan içənlər bu gündə qanunla cəzalarını almayıblar, azadlıqda gəzirlər. Günahkarlar azadlıqdadır, günahsızlar bir qismi məzardadır, bir qismi də hələ də həbsdədir. Azərbaycan ordusunu sındırmaq üçün, Azərbaycan hərbiçilərini tutduqları yoldan usandırmaq üçün rüşvətxor, dələduz, korrupsioner məmurlar 150-dən artıq Qarabağ qazisini intihar həddinə çatdırmışlar və Qarabağ qaziləri problemlərinin həll edilməməsinə etiraz olaraq öz canlarına qıymışlar. Ön cəbhədə, odlu alovlu Səngərdə ermənilərin öldürə bilmədiyi Azərbaycan ordusunun cəngavər oğullarını hal-hazırki Azərbaycan iqtidarında əyləşən, Azərbaycan xalqına düşmən olan üzdən İraq məmurlar öldürməyə çalışır, yox etməyə çalışır. Bilirsinizmi niyə? Çünki onların övladları Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etməyibdir. Azərbaycanın müstəqil olmasında heç bir rolları olmayıbdır. Azərbaycanın ərazi bütövlüyünü də, Azərbaycanın müstəqilliyini də Azərbaycan xalqı və Azərbaycan xalqının vətənpərvər övladları qoruyubdur. Bugün Azərbaycan hakimiyyətində əyləşən, Azərbaycan xalqına düşmən olan məmurlar, yüksək vəzifəlilər Azərbaycanın vətənpərvər oğullarını, Azərbaycan ordusunun zabitini canı, qanı bahasına Azərbaycanın ərazi bütövlüyünü qoruyan Rza Səfərsoy kimi
şərəfli bir zabiti şərləyib həbs edibdi. Bugün Rza Səfərsoy 1 il 8 aydır ki, heç bir cinayət əməli olmadığı halda həbsxanada əziyyət çəkir. Ədliyyə Nazirliyinin İxtisaslaşmış Müalicə Mərkəzi Penitensiar Xidmətin cəza çəkmə müəssisəsində cəza çəkir. Can sağlığını Azərbaycanın ərazi bütövlüyündə itirmiş, 2-ci qrup hərbi əlil olmuş, ağır ürək xəstəsi olmuş Rza bəy Səfərsoyu həbsdə saxlamaqla onun zabit şərəfini, zabit qürurunu qırmağa çalışırlar, sındırmağa çalışırlar. Kabinetlərdə əyləşib, qohum hesabına, rüşvət hesabına, rütbə alanlar, orden, medallar alanlar ön cəbhədə döyüşən, bax bu medalları alan Rza Səfərsoyu bugün həbsdə saxlayır. Bugün Rza Səfərsoyun xanımı 1-ci Qarabağ müharibəsinin könüllü iştirakçısı Təranə Səfərsoy danışır. Bəli, mən təkcə Rza Səfərsoydan danışmayacağam. Mən bütövlükdə Azərbaycandan danışacağam. Gənc Qazilər Birliyinin sədri Hacı Məmmədov bir gözünü Qarabağ uğrunda itirmiş. Hacı Məmmədov qazilərin haqları Təranə Səfərsoy danışır. Bəli, mən təkcə Rza Səfərsoydan danışmayacağam. Mən bütövlükdə Azərbaycandan danışacağam. Gənc Qazilər Birliyinin sədri Hacı Məmmədov bir gözünü Qarabağ uğrunda itirmiş. Hacı Məmmədov qazilərin haqlarını məmurlardan, hakimiyyətdən tələb etdiyinə görə şərlənərək həbs edildi. Bugün həbsdədir. 1-ci Qarabağ müharibəsinin qazisi Tofiq Yaqublu artıq 3-cü dəfədir ki, siyasi məhbus həyatı yaşayır. Adlarını çəkdiklərim və çəkmədiklərim yüzlərlə Qarabağ qaziləri, Azərbaycan ordusunun şərəfli zabitləri bugün həbsxanalardadır. Bu Azərbaycan hakimiyyətinin başında əyləşən Ali Başkomandan İlham Əliyev üçün utanç vericidir. İlham Əliyev sabah Azərbaycan ordusunun yaranmasının 107 ili tamam olur. Bayramdır. Əgər sən gerçəkdən də Ali Başkomandan vəzifəsini yerinə yetirmək istəyirsənsə, Tərtər cinayətini törədənləri qanun qarşısına çıxar və qanunla cəzalarını verdir. Şərlənərək həbsdə olan, heç bir cinayət əməli olmayan, qanun çərçivəsində siyasi-ictimai fəaliyyətlə məşğul olan, hakimiyyəti haqlı olaraq sərt tənqid edən Rza Səfərsoyu azadlığa burax. Bax, o zaman gerçəkdən də Azərbaycan ordusunun bayramı olacaqdır. Qarabağ uğrunda sağlığını itirmiş, Qarabağ qazilərini dövlət hesabına müayinə və müalicəsini təşkil eləyin. Necə olur ki, məmurlar bir xəstəliyi olanda heç Azərbaycan səhiyyəsini bəyənmir, Avropa ölkələrinə üst tutur, ancaq Qarabağ qaziləri dərman almağa belə imkanları olmur. Hakimiyyəti haqlı tənqid eləyəndə də şərlənib həbs edirlər. Problemləri həll etmək üçün danışan insanları şərləyib həbs etmək lazım deyil. Problemləri həll etmək üçün həqiqətləri dinləmək lazımdır və o həqiqətlərdən nəticə çıxartmaq lazımdır. Mən bu çıxışımda təbii ki, çox danışmayacağam. Azərbaycan xalqını və Azərbaycan ordusunun əskər və zabitlərini Azərbaycan ordusunun yaranması günü münasibəti ilə bir daha təbrik edirəm. Uca Tanrıdan ən böyük diləyim Allahımız Azərbaycanımızı, Azərbaycan ordumuzu, Azərbaycan dövlətimizi, millətimizi qorusun.
xalqımız bir olaraq birlikdə bütün problemlərin öhdəsindən gələcək. Mən buna inanıram. Geci tezi Azərbaycan qanunlarla işləyən bir dövlət olacaqdır. Başda əyləşən vəzifəlilərin sifarişi ilə kimlərsə şərrənib həbs edilməyəcək. Haqsızlığa məruz qalan qazilərimiz intihar etməyəcək. Azərbaycanın ərazi bütövlüyü uğrunda 5 oğlunu şəhid verən ana imkansızlıqdan ona buna əl açmayacaqdır. Gözəl Azərbaycanı görmək ümidi ilə hər bir Azərbaycan vətəndaşına arzuladığımız Azərbaycanın vətəndaşı olmağı arzu edirəm. Azərbaycanın daxilində və xaricində yaşayan, Azərbaycanı sevən bütün vətən övladlarını Azərbaycan ordusunun yaranmasının 107 illiyi münasibəti ilə təbrik edirəm. Deyəcəklərim bu qədər, dəyərli dostlar. Biz birlikdə güclüyük. Bizi sındırmağa, əzməyə çalışanlar bunu bacarmayacaqlar. Biz birliyimizlə bütün xarici və daxili düşmənlərimizə qalib gələcəyik. Yaşasın Azərbaycan, yaşasın Azərbaycan ordusu.